Azərbaycanın U21 milli komandası baş məşqçisi Ayxan Abbasov, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası rəhbərliyi ilə günlərdir davam edən danışıqlardan sonra əsas milli komandamızı müvəqqəti olaraq çalışdırmağa razılaşıb. 44 yaşlı mütəxəssis son anda fikrini dəyişməsə, komandamızı dünya çempionatının seçmə mərhələsinin qarşıdakı 4 oyunu namizədə çıxaracaq. Milli komandamız oktyabr və noyabr aylarında Fransa, Ukrayna və İslandiya ilə qarşılaşacaq. Əgər Azərbaycan milli komandası bu oyunlarda 1 xal və ya 3 xal qazana bilsə, Ayxan Abbasovla 1 illik müqavilə imzalanacaq. Yəni, növbəti 2 ay onun Millətlər Liqasında da milli komandamızın baş məşqçisi kimi qalması üçün son dərəcə vacib olacaq. Xatırladaq ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası İslandiya ilə səfərdə qeydə alınan 0-5 hesablı məğlubiyyətdən sonra baş məşqçi Fernando Santuşu istifaya göndərmişdi. Bundan sonra milli komandamızı Ukraynaya qarşı Bakıda keçirilən oyunda Ayxan Abbasov çıxarıb. 32 saat iş başında olan mütəxəssisin komandaya qazandırdığı nəticə 1-1 bərabərlik federasiya rəhbərliyini razı salıb. Hazırda federasiyadan Abbasova belə bir vəd verilib ki, qarşıdakı maçlarda komanda yaxşı nəticə göstərsə, onun Millətlər Liqasında da milli komandamızı çalışdırması təmin olunacaq. Bu baxımdan qarşıdakı oyunlar həm milli komandamızın uğuru, həm də Ayxan Abbasovun gələcək perspektivi üçün olduqca önəmlidir. Ayxan Abbasov əsas millini çalışdıracaq. Sizcə, onun rəhbərliyi altında milli komandamız daha güclü olacaq, yoxsa dəyişiklik olmayacaq?